Hamıya salam millət. Mən təkrardan YouTube-a başladım. Bir çoxunuz bəlkə də məni tanıyır, bəlkə də məni tanımır. Mən TikTokda yayın açan və özünə görə fenomen olmağa çalışan adamam. Mənim adım VF Skorpiondur. Yəni siz məni beləsinə tanıyasınız, amma real adım Elmardır. İstədim bir YouTube kanalı açım və beləsinə videolar yükləyim. Beləsinə gameplay olan videolar yükləyəcəm və arxada da öz həyat hekayəmi danışacağam. İstəsəz baxın, istəsəz baxmayın, amma mən əlimdən gəldiyi qədər maraqlı eləməyə çalışacağam. İlk başda ilk video olduğu üçün öz həyat hekayəmi danışacağım sizlərə. Mən YouTube ilə həyat hekayəmi danışacağam. Mən təxmini 2018-ci ildən bu yana TikTok olsun, Instagram olsun, YouTube olsun, hər hansı bir sosial media içəriklərinə, yəni sosial media şəbəkələrinə daha doğrusu içərik üretməyə çalışıram. Çoxsunda təbii ki də yenə nətər deyim, davamını gətirə bilmədim. YouTube-a içərik ürətdim, amma izlənmədi, mən də davamını gətirmədim, amma bu dəfə tam qərarlıyam. Beləncə gameplay videoları çəkib öz həyat hekayələrimi danışacağam. Düzdür, biraz həyəcanlı olduğum üçün danışa bilmirəm indi, üzr istəyirəm. Bu təbii ki də tək gameplay, yəni tək bu gameplay olmayacaq, başqa gameplaylər də çəkəcəm, başqa hekayələr də danışacağam, sizə maraqlı hekayələr də edəcəm, amma ilk videomuz bundan ibarətdir. Mən dediyim kimi 2018-ci ildən bu yana TikTok, Instagram, Twitter, Twitch beləsinə yerlərdə, sosial şəbəkələrdə yayın açıram, video paylaşıram, fenomen olmağa çalışıram və s. Mən TikTokda daha çox beləsinə şeylədim. TikTokda daha çox bacardım bu işi. Yəni səsim getdi. TikTokda daha çox bacarıqlı oldum. 3000, 4000 takipçim oldu. Məni tanıyanlar oldu, məni sevənlər oldu. Təbii ki də hər şey qarşılıqlıdır. Mən də onları sevirəm. TikTokda da yayınlar açırdım ama bir ara bıraxdım. Hətta indi buraxmışam. TikTokda Minecraft yayınları açıram. Yəni sadəcə tək PUBG oynamıram. Amma siz deyəsən mən təkcə PUBG-də görəsiniz. Yəni belə. Mən YouTube-u beləsinə nətər deyim, ciddi yanaşmırdım YouTube-a. Çünki bilirdim YouTube çətindir. YouTube digər sosial şəbəkələr kimi deyildi. YouTube-da video hazırlamaq, videonu editləmək, videonu maraqlı hala gətirmək, izlənə biləcək bir hala soxmaq çox çətin idi. Hər kəsin bacara biləcəyi bir şey deyildi. Və mən də əslində nə yalan deyim, bacara biləcəyimə inanmırdım. Hətta indi inanmıram, amma yenə də olsun. Burası sizə maraqlı gameplay qoydum. İndi mən bu səs qeydini alanda bu video editsiz haldadır, amma editləyəcəm. Ondan sonrasını çox qəşəng bir hala gətirəcəm. İnşallah sevərsiniz, inşallah bəyənərsiniz, abunə olarsınız və s. Mən Twitch-də də yayınlar açmışam. Twitch-də də beləsinə yoxlamışam. 5 saatlıq, 6 saatlıq fasiləsiz yayınlarım olub. Chatlə birlikdə yemək yemişdiyim olub. TikTokda cəzalı yayınlarım olub. Acı biber cəzalı və s. Yəni mən çox yoxlamışam, fenomen olmağı çox şey eləmişəm. Bəlkə də indi kommentlərdə yazasınız, deyəsiniz, səndən nə olan şeydir, zat-bat. Təbii ki də mən vecim almayacam eləncə insanlara, amma yaxşı insanlara anam da qurbandır. Nəysə, yəni bu qədər. İndilik mən bunları danışdım. Gələn videoda gülməli bir dənə hekayə gələcək. İnşallah bəyənərsiniz, yəni nə deyim. Sağ olun, qalın.